Salam dostlar. Bugün Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistanla münasibətlərin inkişafı müstəsna yer tutur. Təsadüfi deyildir ki, iki qardaş ölkə arasında strateji tərəfdaşlıq artıq ən yüksək pilləyə, müttəfiqlik səviyyəsinə yüksəlib. Dövlət başçısı İlham Əliyevin bugün Özbəkistana dövlət səfəri də belə deməyə əsas verir. Ümumiyyətlə, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı qarşılıqlı inam və səmimi dostluq münasibətləri ikitərəfli əlaqələrimizə güclü təkan verir. Son illər imzalanmış müttəfiqlik münasibətləri arasında müqavilə və ali dövlətlərarası şuranın yaradılması bu strateji birliyin əyani sübutudur. Azərbaycan və Özbəkistan təkcə ikitərəfli müstəvidə deyil, BMT, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşləri çərçivəsində də fəal əməkdaşlıq edirlər. Azərbaycanın bu formata tam hüquqlu inteqrasiyası ilə regional dialoq C5-dən C6 səviyyəsinə yüksəlmişdir. İqtisadi göstəricilər də dinamik artımı təsdiqləyir. Ticarət dövriyyəmiz kəskin artmış, birgə avtomobil istehsalı, investisiya şirkəti və tranzit logistika imkanları hər iki ölkənin iqtisadi potensialını birləşdirmişdir. Hazırda ölkəmizdə 130-dan çox Özbəkistan şirkəti uğurla fəaliyyət göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərimizin bərpasında da yaxından iştirak edir. Füzulidə inşası başa çatmış Mirzə Uluqbəy adına məktəb, salınan dostluq bağı və Bakıdakı Özbəkistan parkı sarsılmaz qardaşlığımızın canlı rəmzləridir. Mədəniyyət, təhsil, media və QT sahələrindəki intensiv təmaslar inkişaf edir. Xalqlarımız arasındakı köklü bağlar hər gün daha da möhkəmlənir. Əminliklə demək olar ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan-Özbəkistan müttəfiqliyi regionda sülhün, sabitliyin və tərəqqinin ən etibarlı zəmanətçisi olaraq qalacaqdır. Məni izlədiyinizə görə təşəkkür edirəm. Sağ olun, növbəti görüşlərdir.